İki nüvə dövləti qarşı-qarşıyadır. Hindistan və Pakistan arasında olan gərginlik 4-cü Hindistan-Pakistan müharibəsinin başlanmasına səbəb olacaqmı? Bunu studiyamızın qonağı millət vəkili Cavanşir Feyziyevlə müzakirə edəcəyik. Cavanşir müəllim, xoş gəlmişsiniz. Xoş gördük. Cavanşir müəllim, artıq dünya mediasının əsas gündəm xəbəri budur. Necə fikirləşirsiniz? Biz bu baş verənləri 4-cü Pakistan-Hindistan müharibəsi adlandıra bilərikmi? Düşünürəm ki, yox. Bu böyük müharibəyə çevrilməyəcək və bu insident demək olar ki, artıq azalan xətt üzrə öz inkişafını davam etdirir. Və çünki bunun üçün bir əsas da yoxdur. Hindistanın heç bir əsas olmadan, sübutsuz, dəlilsiz şəkildə Pakistanı öz ölkəsində baş verən terror aktına görə günahlandırması özü elə bir əsas yaratmır ki, bu böyük bir dövlətlər arası müharibəyə çevrilsin. Burada daha çox Hindistanın bölgədə öz gücünü təsdiq elətmək arzusu dayana bilərdi bu aktın mərkəzində. Və lakin Pakistanın qətiyyətli cavabı düşünürəm ki, Hindistanı geri addım atmağa məcbur edəcək və etməkdədir. Çünki artıq verilən xəbərlərdə o da deyilir ki, bəzi Hindistan orduları, xüsusilə Kəşmir əyalətində olan Hindistan ordusu ağ bayraq qaldıraraq atəşin dayandırılmasını xahiş ediblər. Bu, heç bir beynəlxalq qanuna uyğun olmayan, bütün beynəlxalq normaları pozan bir təcavüz aktıdır Pakistana qarşı. Və rəsmi səsləndirilən səbəb güya terror aktı nəticəsində 26 nəfərin ölümü və bu terror aktında Pakistanın niyə görəsə günahlandırılması. Əgər Hindistan ərazisində baş verən terror aktlarının xronikasına biz baxsaq, biz deyə bilərik ki, Hindistanda hər gün terror aktı baş verir. Bu terror aktı sadəcə bir binanın partladılması deyil ki, Hindistanın özündə 100 milyonlarla qadınlara və uşaqlara verilən işgəncəni biz terror aktı hesab edə bilərik və bu terrorla yaşayan bir ölkədir. Və öz ölkəsində baş verən və müqayisədə indiyə qədər Hindistanın verdiyi qurbanlarla müqayisədə çox az sayda 26 nəfərin ölümü ilə nəticələnən bir terror aktını araşdırmadan, hər hansı bir sübut dəlil ortaya qoymadan Pakistanı və dərhal terror aktı baş verəndən dərhal sonra Pakistanı günahlandırması onu göstərir ki, bu bir bəhanədir. Terror aktı bir bəhanədir. Hindistan onsuz da istəyirdi ki, hər hansı bir şəkildə əzələ nümayiş etdirsin və o da bu terror aktını bəhanə gətirərək məhz Pakistana atəş açdı. Amma Pakistan da çox qətiyyətli şəkildə cavabını verdi və Hindistanın bu addımının səbəbini isə mən onda görürəm ki, Hindistan son 10 illikdə demək olar ki, artıq sanki yeni bir güc mərkəzi kimi özünü təqdim eləməyə çalışır və maraqlı orasındadır ki, Avropa Birliyi və Amerikada bundan yararlanmağa çalışırlar və Çinə qarşı soyuq müharibələrində Hindistanı rolunu bir növ qabardırlar, sanki böyütmək istəyirlər. İndi Çinin bir kəmər, bir yol layihəsi var. Pakistan da Çinlə, səhv etmirəmsə, 500 kilometrə yaxın sərhədlərə malikdir və Çinlə də çox yaxşı əməkdaşlığı var, əməkdaşlıq eləyirlər, müqavilələri filan var. Necə fikirləşirsiniz? Bu regionda Çini blokadaya salmaq və Hindistanla Çin qarşı durması yaratmaq kimi qəbul oluna bilərmi? Çünki mən bir neçə yerdə oxudum, artıq bəzi siyasi şərhçilər belə bir proqnozlar verirlər ki, əslində bunun səbəbi sırf Çin iqtisadiyyatını, istər Sakit Okeandan artıq orada Amerika müəyyən mənada onu blokadaya alıb, indi bu quru yollarla hansı ki bir kəmər bir yol layihəsidir, onunla istəyirlər ki, bu tərəfdən də blokadaya alarlar. Bunu necə dəyərləndirirsiniz? Düşünürəm ki, belə təxribatlara getməmək üçün Çin siyasəti kifayət qədər ağıllıdır. Yəni, Çin siyasi rəhbərliyi heç vaxt bu cür təxribatlarla özünün qlobal miqyaslı layihəsini şübhə altına qoya bilməz və qoymayacaq da. O ki, qaldı Hindistanın belə bir missiyanı öz üzərinə götürməsi, məsələn, bizim regionda, məsələn, vaxtı ilə 30 il qabaq Ermənistanın öz üzərinə dağıdıcı missiyanı götürməsi ilə Hindistan boyda milyard yarımlıq əhalisi olan dövlətin belə bir missiyanı öz üzərinə götürməsi ayrı-ayrı məsələlərdir. Oxşardır mahiyyətcə, amma bu bir əlbəttə ehtimaldır da sizin dediyiniz yazılanlar. Amma inanmıram ki, Hindistan özünü qurban rolunda
bu oyunda iştirakına razı olsun. Çünki aydın məsələdir ki, Hindistanın Çinə qarşı heç bir şansı yoxdur. Hər hansı bir şəkildə rəqabət aparmaq. Və bayaq dediyim də o idi. Amerika və Avropa sadəcə Hindistanı belə qələmə verirlər. Güya ki, yəni Çinə başa salmaq istəyirlər ki, sən Cənub-Şərqi Asiyada tək güc sahibi ola bilməzsən. Hindistan da güc sahibidir demək istəyirlər. Və onlar hər vəclə, siyasi yolla, diplomatik dəstəklə Hindistanın reytingini qaldırmağa çalışırlar. Amma Hindistan öz-özlüyündə başa düşür ki, o Çinlə müqayisəyə gəlməyəcək dərəcədə zəifdir. Yəni, Çinlə hərbi toqquşmaya ümumiyyətlə Hindistan heç şəkildə hazır deyil. Və digər tərəfdən bu Hindistanın özünü blokadaya sala bilərdi. Çünki sizin də qeyd etdiyiniz kimi Çin-Pakistan əməkdaşlığı kifayət qədər güclüdür, güclü maraqlara əsaslanır və uzun müddətli, demək olar ki, ömürlük maraqlara əsaslanır. Ona görə Hindistanın Pakistanla Çin arasında Çinə əzələ nümayiş etdirməsi ümumiyyətlə çox da ağlabatan və məntiqli bir hərəkət olmazdı. Ona görə bu bir ehtimaldır. Əlbəttə, siyasi şərhçilər hərəsi öz baxış bucağından bu ehtimalları irəli sürə bilər. Ancaq biz Çin, Hindistan, Çin, Pakistan, Amerika-Hindistan, Amerika-Pakistan, Avropa-Çin, Avropa-Pakistan münasibətlərini birlikdə baxanda görürük ki, Hindistan bu gücə malik deyil və bu rolda çıxış etməyə razı olmaz. Bayaq da qeyd etdiniz ki, bu kiçik bir insidentdir. Necə fikirləşirsiniz? Burada nüvə faktoru da var. Hər iki ölkə nüvə ölkəsidir. Bu, lokal qarşıdurmadan bu proses, bu problem qlobal təhlükəyə çevrilə bilərmi? Nüvə təhlükəsinə heç cür çevrilə bilməz. Bütün bu mübahisələrdə Hindistanla Pakistan arasında davam edən 78 illik münaqişədə ən az ehtimal olunan məhz nüvə toqquşmasıdır. Niyə görə? Çünki Hindistan və Pakistan eyni coğrafi ərazidə yerləşən dövlətlərdir. Bu, Hind yarım qitəsinin 6 dövlətindən ikisidir. Və bunlar demək olar ki, bir ərazidədirlər, bir-birinin içindədirlər. Burada hər hansı birinin nüvə silahını işlətməsi sanki özünə atəş açması demək olardı. Nüvə silahı zərərsiz şəkildə, özünə zərərsiz şəkildə istifadə eləmək üçün mən əlbəttə hərbi ekspert deyiləm, amma bütün oxuduqlarımızdan, öyrəndiklərimizdən onu deyə bilərəm ki, ən azı heç olmasa 1000-2000 kilometr uzaqdakı hədəfi əgər nüvə silahı ilə vurarlarsa, o zaman bunun nüvə silahının atıldığı mənbəyə aidiyyatı olmaya bilər. Əslində, bütövlükdə yer kürəsinə bunun aidiyyatı var. Amma yəni, birbaşa təsir baxımından bu çox uzaq məsafədə istifadə olunsa, bəlkə nə zamansa, hansısa ümumiyyətlə ağlını itirmiş bir siyasi lider bəlkə bunu eləyə bilər. Hipotetik olaraq belə bir imkanı biz nəzərdə həmişə tutmalıyıq bu təhlükəni. Amma Hindistanın Pakistana və yaxud Pakistanın Hindistana nüvə silahı ilə hücum etməsi ümumiyyətlə heç bir məntiqə uyğun deyil və əminəm ki, bu heç vaxt baş verməyəcək. İstər Hindistanın baş naziri artıq öz səfərlərini təxirə salıb, Pakistanda isə Təhlükəsizlik Komitəsinin iclası çağırılıb və artıq Pakistanlı nazirin bir açıqlaması var ki, Hindistanla gərginliyi aradan qaldırmağa hazırıq, şərtimiz onun geri çəkilməsidir. Necə fikirləşirsiniz? Hindistan geri çəkiləcəkmi? Düzdür, bəzi artıq hərbçiləri ağ bayraq qaldırıblar. Ümumən geri çəkilmək, bu proqnozlarınız necədir? Gözlənilirmi? Bizim gözləntimiz də məhz elə odur. Hindistan geri addım atmalıdır və çox güman ki, geri də addım atacaq. Çünki bunun perspektivi yoxdur. İstənilən müstəvidə bu münaqişə, bu insident araşdırılsa, Hindistan günahkar çıxacaq. İstər beynəlxalq məhkəmə müstəvisində, istər BMT səviyyəsində, hər hansı bir müstəvidə Hindistanın hərəkətinə haqq qazandıracaq heç bir amil yoxdur. Ona görə də Hindistanın geri addım atmaqdan başqa yolu yoxdur, düşünürəm. Necə fikirləşirsiniz? Bu proses yeni dünya nizamının formalaşmasına təsir edə bilərmi? Ümumiyyətlə, tək bugün, ötən gün baş verən hadisə yox. Ümumiyyətlə, Hindistan-Pakistan münaqişəsi yeni dünya nizamının formalaşmasına necə təsir eləyər? Şübhəsiz təsir eləyir. Nəinki bu insident, ümumiyyətlə münaqişənin özü, bayaq dediyimiz kimi 80 ilə yaxın davam eləyir bu münaqişə.
bu münaqişələrin davam eləməsi özü yeni dünya düzəninin axtarışını zəruri edir. Bu təkcə bu münaqişə deyil ki, hal-hazırda yer kürrəsi üzərində 150-dən çox belə münaqişə var. Bəli. Və bu münaqişələrin mövcudluğu özü tələb eləyir ki, yeni dünya düzəni formalaşsın. Demək ki, dünyanın bu gün bu şəkildə idarə olunması bu ən azı 150 münaqişənin aradan qalxmasını təmin edə bilmir. Əgər təmin edə bilmirsə, deməli bu quruluşda nəsə bir səhv var, yanlışlıq var. Və bunu da xüsusilə Sovet İttifaqının çöküşündən sonra bütün dünya ölkələrində həm siyasi liderlər, həm siyasi şərhçilər, strateglər bunu dəfələrlə deyirlər ki, yeni dünya düzəni formalaşmalıdır. Amma yeni dünya düzəni mücərrəd bir məsələ deyil də. Bu konkret məsələlərdə öz əksini tapmalıdır və biz onu görməliyik. Biz bunun tarixinə baxanda görürük ki, ən azı yeni dövrdə, yəni son 2 əsrdə yeni dünya düzəninin formalaşması mərhələlərlə baş verir. Və bu daimi prosesdir. Yeni dünya düzəninin formalaşması özü daimi prosesdir. Baxın, Birinci Dünya müharibəsi oldu, münasibətlər aydınlaşdı güc mərkəzləri arasında və hansısa bir konfigurasiyada sabitləşdi. Və biz bunu yeni dünya düzəni adlandırdıq. Amma yeni dünya düzəni həmin dövr üçündə yenə ədalətli olmadığına görə İkinci Dünya müharibəsi baş verdi. İkinci Dünya müharibəsindən sonra BMT yaradıldı, Təhlükəsizlik Şurası yaradıldı, NATO yaradıldı və s. və bütün dünya belə qəbul etdi ki, artıq bu yeni dünya düzənidir və bu daim davam edəcək. Yenidən 91-ci ildə Sovet İttifaqının çökməsi yenidən bu zərurəti ortaya çıxartdı. Yenə yeni dünya düzəninə ehtiyac var. Demək ki, Hindistan-Pakistan münaqişəsi yeni dünya düzənini zəruri edən amillər içərisində yüzlərlə amildən biridir. Amma amildir o da. Ermənistan-Azərbaycan münaqişəsi. İstənilən münaqişə o deməkdir ki, dünyada, beynəlxalq qanunlarda, beynəlxalq idarə etmə sistemində nəsə bir yanlışlıq var. Ona görə bu hallar baş verir. Axı, bütün insanlığın arzusu, məqsədi nədir? Bütün bəşəriyyətin sağlam, ekoloji vəziyyətdə və bir-biri ilə faydalı qarşılıqlı münasibətlər zəminində qarşılıqlı əlaqəsini nəzərdə tutur münasibətlər. Amma bu heç zaman tam şəkildə formalaşa bilmir. Demək ki, bütövlükdə ümumbəşəri şuur hələ o dərəcəyə çatmayıb ki, bütün xalqlar və onların yaratdığı dövlətlər öz aralarında bir mənalı şəkildə 100% bütün yer kürəsini əhatə eləməklə tam bir razılığa gəlinsin. Demək ki, biz yeni dünya düzənini nəsə qeyri-adi bir şey, vaxtaşırı ortaya çıxan bir məsələ kimi yox, daim davam edən bir proses kimi görməliyik. Və belə baxdığımızda biz görürük ki, bəli, yeni dünya düzəninə bu gün tutaq ki, sabitlik, nisbətən sabitlik illəri kimi sayılan 45-ci ildən 91-ci ilədək olan məsafədə o illərdəkilə nisbətən daha çox zərurət yaranıb. Ona görə də əlbəttə BMT-nin, məsələn, dünyada gedən proseslərə təsir gücünün kəskin sürətdə azalması, Amerika Birləşmiş Ştatlarında siyasətin kəskin şəkildə dəyişməsi, məsələn, qlobal idarəçilikdən öz daxili problemlərinə doğru dreyf etməsi dövlət siyasətinin, eləcə də məsələn, qloballaşma prosesinin gözlənilən nəticəni gözlənilən vaxta verməməsi, yeni güc mərkəzlərinin yaranması və onların qlobal idarəçiliyə iddiası, bütün bunlar onu göstərir ki, bəli, bəşəriyyət özünün elə bir inkişaf mərhələsinə gəlib çatıb ki, 45-ci ildən sonra yaranmış dünya düzəni artıq bu tələblərə cavab vermir. Ona görə Pakistan-Hindistan münaqişəsi də daxil olmaqla bu gün mövcud olan bütün münaqişələr onu tələb edir, onu zəruri edir ki, yeni dünya nizamı mümkün olan ən qısa vaxtda təmin olunsun. Amma bu necə təmin olunacaq? Bu, ya qarşılıqlı razılaşmalar şəklində, ya belə müharibələr şəklində. Rusiya-Ukrayna müharibəsi xüsusilə bu hadisələrə ton verən, istiqamət verən bir hadisədir. Çünki bu münaqişənin kökündə elə dünya nizamının pozulması dayanır. Sovet İttifaqının dağılması dayanır. Ona görə də biz çox maraqlı bir dövr yaşayırıq. Dünya düzəninin yenidən formalaşmasının, deyək ki, ən qaynar fazasındayıq. Bu faza nə qədər davam edə bilər? 10 il, 15 il, 20 il
Bunu heç kim deyə bilməz. Bu yenə də siyasi liderlərin və aparıcı dövlətlərin siyasi iradəsindən asılı olacaq. Onlar hadisələri sülh istiqamətinə yönləndirəcəklər və yaxud hələ nəyisə də daha çox əldə etmək naminə gərginliklərimi artıracaqlar. Bu yalnız onda aydın olacaq. Bax, dediniz ki, aparıcı dövlətlərin, dövlət başçılarına nasıl olacaq? Bugünkü münaqişə ilə bağlı Azərbaycanın kəskin mövqeyi var. Xarici İşlər Nazirliyi bəyanatı yaydı. Türkiyə Xarici İşlər Nazirliyinin mövqeyini oxuduq və Rusiya baş verənlərdən narahatdır. Ancaq hələ ki o iri dövlətlərin hələ ki heç bir mövqeləri yoxdur. Necə fikirləşirsiniz? Bu nə ilə bağlıdır? Yəni onlar özlərinə yaxın nə hiss eləyirlər burada? Donald Trump'ın qısa bir açıqlaması var bununla bağlı. O bunu rüsvaçılıq adlandırıb. Və əlbəttə... Amma daha çox Yəməndə baş verənlərə fokuslanır sonra. Bu insidentin uydurma səbəbinə baxanda bu doğrudan da rüsvaçılıq, bunu adlandırmaq çox yerinə düşür. Amma Avropa Birliyi məsələn niyə səsini çıxarsın? Çünki onlar özləri Hindistanın rolunu, mövqeyini daha olduğundan daha böyük göstərməyə çalışırlar. Ona görə də onların marağında deyil ki, məsələn Hindistanı hal-hazırda tənqid etsinlər və yaxud qınasınlar. Amerika Birləşmiş Ştatları da eyni ilə istəmir ki, Çinə qarşı mübarizəsində istəyir ki, Hindistandan yararlansın. Yəni, o da Çinin, bayaq siz adını çəkdiniz, bir kəmər, bir yol layihəsinə sanki bir maneə yaratmaq. Amma əlbəttə bu maneə ola bilməz o şəkildə bir layihəyə. Çünki Hindistan özündə o cürəti tapa bilməz. Amma əlbəttə Amerika üçün də, Avropa Birliyi üçün də ki, dünyanın əsas güc mərkəzləridir bugün. Onlar heç də ciddi şəkildə, kəskin şəkildə Hindistana öz etirazlarını bildirmək istəməzlər. Və bunun da səbəbi onların Çinə olan münasibətidir. Onlar Çinin sürətli inkişafını və Amerikaya real rəqib statusunu əldə etməsi və dünya bazarında real rəqabət aparması onlara sərf eləmir. Onların maraqlarına, iqtisadi maraqlarına, milli maraqlarına uyğun deyil. Ona görə də onlar üstünlük verirlər ki, bir-iki kəlmə açıqlama ilə kənara çəkilsinlər və görsünlər ki, nə dərəcədə burada gərginlik uzana bilər. Bir ay uzansa, bir həftəmi, yəni nə qədər uzansa bu bölgədə, Çin ətrafında gərginliklər nə qədər uzansa, o qədər Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı bundan məmnundular, deyə bilərəm. Baş verən hadisələrlə bağlı qısa bir erməni mətbuatına da baxdım. Orada hələ ki mövqe yox idi. Baxmayaraq ki, Hindistan Ermənistanı silahla təmin edirdi. Buna münasibətiniz necədir? Biz buna alışmışıq. Bu növbəti dəfə Ermənistanın yenə də xəyal qırıqlığıdır əslində. Çünki baxın, Ermənistan tarix boyu həmişə hansısa gücü seçib, ona arxalanıb, ona belə çox sadə dildə desək, ona işləyib, onun maraqları üçün çalışıb. Və sonda elə bir addım atıb ki, bu bütün dünyanı təəccübləndirib və nəticədə onlar həmişə özlərinin dediyi kimi bir yerdən digər yerə qovulublar. İndi son onların dayanacaqlarından biri də Hindistan olub. İlk dayanacaqları da Hindistan olub bəzi məlumatlara görə və oradan bütün dünyaya yayılaraq İndi son bizim vətən müharibəmizdən sonra son ümid yerləri yenə Hindistan olub. Və Hindistandan bu 4-5 il ərzində aldıqları silahlarla onlar öyünürdülər. Güya revanş haqqında xəyallar qururdular və s. Amma indi görürlər ki, yox. Hindistan özü Pakistan qarşısında ağ bayraq qaldırırsa, onlar Ermənistana nə yardım edə bilərlər? Silah satmaq, bu hərbi dəstəkdən daha çox ticari məna daşıyır Hindistan üçün. Zaten bunu Hindistan rəhbərliyi özü də bir bəyanatlardan birində demişlər ki, bizim Ermənistana silah satmağımızın yeganə səbəbi bazardır. Silah bazarında yeni bir müştəri əldə etməkdir. Yəni bununla həm də ilham verirdilər ki, biz Azərbaycana qarşı heç bir pretenziyamız yoxdur. Və ya demək istəyirdilər ki, Azərbaycan bizdən silah alarsa, biz Ermənistana verməyə bilərik. Daha çox silah alarsa, biz Ermənistana verməyə bilərik. Amma Ermənistan axı bütün bu siyasi gedişləri olduğu kimi dəyərləndirə bilmədiyindən, o gah Rusiyaya sığınır, sonra Rusiyaya xəyanət edir. Vaxtilə Osmanlı imperiyasına sığınmışdı, ona xəyanət elədi.
İndi də bu son 4-5 ildir Hindistanla öyünürdü, bizi Hindistanla qorxudurdu. İndi də Hindistanın düşdüyü vəziyyəti gördüyündə ona görə susmaqdan başqa yolu yoxdur. Və mən inanmıram ki, bu gün sabah erməni mediası buna hansısa bir şəkildə bir fikir bildirəcək. Canşir müəllim, sonuncu bir sual da verəcəm sizə. Azərbaycanın mövqeyini harda görürsünüz və onu necə şərh eləyərsiniz? Azərbaycanın mövqeyi çox açıq, şəffaf və birmənalıdır. Biz Pakistan dövlətini hər tərəfli dəstəkləyirik və dəstəkləyəcəyik. İstənilən şəkildə, gücümüz çatan şəkildə, Pakistanın etdiyi, tələb edəcəyi şəkildə, hər cür şəkildə dəstəkləyəcəyik. Bu, bizim tarixi əlaqələrimizlə bağlıdır. Yəni, bu təkcə son 30 ilin əlaqələri ilə deyil, ümumiyyətlə, tarixi, keçən əsrlərdən qalmış münasibətlərimizlə bağlıdır ilk növbədə. Pakistanda yaşayan Böyük Azərbaycan icmasının, tarixən yaşamış Böyük Azərbaycan icmasının xələfləri bugün də orada yaşamaqdadılar. Bugün də orada bizim genimizi, qanımızı daşıyan insanların sonraki nəsilləri yaşayır. Ona görə bizi tarixi qohumluq birləşdirir və xüsusilə Pakistanın, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonraki dövrdə apardığı mübarizədə oynadığı rol bizi buna vadar edir. Pakistan bugünə qədər Ermənistanın dövlət müstəqilliyini tanımayıb. Pakistan bütün dövrlərdə Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə bütün platformalarda dəstəkləmiş ölkədir. Və ona görə də son Vətən müharibəsi dövründə də Pakistan da Türkiyə ilə bərabər, İsrail ilə bərabər bizi həm siyasi, həm mənəvi cəhətdən daim dəstəkləyib. Ona görə də Azərbaycan xalqının Pakistana qarşı xüsusi rəğbəti, hörməti və hətta deyərdim məhəbbəti var. Və dövlət də şübhəsiz vətəndaşların arzusuna uyğun olaraq Pakistana olan dəstəyini heç vaxt əsirgəməyəcək. Canşir müəllim, təşəkkür edirəm studiyamıza gəlib suallarımızı ətraflı cavablandırdığınız üçün minnətdaram. Xatırladım ki, studiyamızın qonağı millət vəkili Cavanşir Feyziyev idi. Biz Pakistan-Hindistan gərginliyini müzakirə edirdik və bu gərginliyin bundan sonra necə davam edəcəyini Cavanşir müəllim şərh edirdi. Bu qədər. Görüşmək ümidi ilə hələlik.